Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimya test toplusundan elektrolizə aid hesablamalar testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Deməli, birinci sualda yazıb ki, kuprum SO4. Bilirsiniz ki, bundan əvvəlki testdə maddəni elektroliz eləyəndə nə alındığını bilmək üçün əsasın da, turşunun da, duzun da şərtlərini yazmışdım. Yəni, o qaydanı biləndən sonra, yəni mən bunları elektroliz eləyəndə, indi biləcəksiniz də, yəni niyə bunlar alınırsa. Kuprum SO4'ü elektroliz eləyəndə, indi katodda alınır mis, anodda oksigen, bir də alınır H2SO4. Bu reaksiya qəbula çox düşür ümumiyyətcə. Özdə oksigenden başqa da hamısının qabağına əmsal 2 düşür. Yəni elektron balansından özünüz əmsallaşdıra bilərsiniz də. Yaza bilərsiniz ki, mis müsbət 2-dən 0 əlir. Oksigen mənfi 2-dən 0-a gəlib, yəni balansı qurub cavabı ala bilərsiniz də, əmsallaşdıra bilərsiniz. Prosta əmsallarını bildiyim üçün tez yazdım. İndi 200 qram kuprum SO4'ün suda məhlulun tam elektroliz nəticəsində 12,8 qram mis alınıb. Baxın, 200 qram kuprum SO4'ün suda məhlulu. Yəni 200 qramın hamısı kuprum SO4 deyil ha. Məhlul bir yerdə 200 qramdır, diqqətli olun. Misi verib tərtəmiz 12,8. Qramın altda yazıram mı? Emir. Buradan kuprum SO4'ü tapa bilərəm. X, bu da 2 vur 160. Görün bu nə qədər eləyir? Bu eləyir 32 qram. Elə. İndi kuprum SO4'ün kütlə payını tap deyir. Obş olan bir şey neçə faizdir? 100%. Bəs kuprum SO4 nə qədərdir? 32-də X-dir. O da eləyir 16. Cavab C variantı. Aydın mı? İkinci sualda. İkinci sualda natri xloridin suda məhlulun elektrolizi. Üstünə su gəriləm. Aktiv metaldır deyə katodda H2. Turşu qalığı xlor, brom, yod kükürdü olanda özü alınır demişik. Bir də bu duz əsasın şərtlərini ödəyir də. Çünki metal, litium, alüminium arasıdır. Turşu qalığı xlor, brom, yod kükürddən biri olanda əsas alınır demişik. Natrium OH alınır. Əmsallaşdıraq. 2 xlor var. 2 natriuma görə 2. 4 hidrogenə görə 2. Hər şey hazırdır. 5,6 litr hidrogen ayrılıb deyir. 5,6 litr. Litrin altına əmsal vurur 4. Əmələ gələn natrium hidroksidi. Əmələ gələn. Gəlin görək neçə mol natrium OH əmələ gəlir. Düz deyib, burada əmələ gələn natrium hidroksiddir. İndi siz bunun nəyini istəsəz tapa bilərsiniz. Molunu da, qramını da. Prosta mən el olanda demişəm ki, özünüzün əlinizdə olanda demişəm ki, molunu tapmaq daha rahatdır da. Çünki molun altında nə yazılır? Əmsal. O daha rahatdır tapmaq. Bu 4'də 1, 2'də 1, 0,5 eləyir. Aha. İndi həmən natrium OH-ı götür, üstə H xlor gəl deyir. Bilirsən ki, burada natri xlor plus su alınır. 0,5'i bura qoyuram, molun altında əmsal yazılır. Neçə qram H xlor? X bu da 36,5'dir. Əlbəttə bunun yarısı eləyəcək, o da 18,25. Yəni ikinci sualda cavab C variantı. Üçüncü sualda 6,4 qram mis almaq üçün neçə qram 32%-dir kuprum SO4 məhlulu tam elektroliz olunmalıdır. Bayaqki tənlikdə kuprum SO4'ün üstünə su gəlib elektroliz eləyəndə mis alındı, oksigen alındı, H2SO4 alındı. Oksigenden başqa bu tənlikdə əmsallar hamısı kişi idi də. Yenə deyirəm, özünüz elektron balans eləyib əmsallaşdıra bilərsiniz. 6,4 qram mis almaq üçün 2 vur 64'dür bunun kütləsi. Neçə qram kuprum SO4? Gəlin görək hələ neçə qram kuprum SO4 tələb olunub, bunu tapıram. X buradan nə qədər eləyir? Deməli 16 eləyir, düzdür? Çünki vergülasdan 0, ular getdi. Bu 0-la o getdi, 2'lər getdi. Aha. İndi həmən aldığım 16 qram kuprum SO4 32%-ə uyğundur deyir. Bəs obşu məhlulu istəyir axı. X-ə də 100%-dir. Onda X də bərabərdir 50 qramdır da. Çünki bundan bu gedəndə 2. Yəni Y variantı. Sonra dördüncü sualda mis 2 nitrat deyir, kuprum NO3-dən 2 dəfə elektroliz elə deyir. Məhlul deyəndə üstünə su gəlib elektroliz eləsəndə. Aha. Deməli bu turşunun şərtlərini ödəyir. Niyə? Çünki metalım alüminiumdan sonra gəlməlidir. Turşu qalığı flor və ya oksigenli olanda turşu alınırdı da. İndi burada alınacaq HNO3. Tənliyi yazdıq, sonra əmsallaşdıraq. Əmsallaşdırmaq üçün bizə dəqiqə. 2 azot var, bura 2 yazsam. 2 yazsam hidrogende düzəlmiş olur. Amma oksigen burada 7 dənədir, burada 8 dənə. Gəlin bunu 2 dəfə artıraq.
HNO3-də 2 dəfə artıraq. 2-yə vuraq 2-miz, 4 azot, bura 2. Hazırdırmı? 12, 14 düzdür. Tamamilə doğrudur. Katodda mis alınıbda burada 16 qram metal alınıbsa, anodda hası qaz və neçə litr? Anodda oksigen alınıb neçə litr? 2 vur 64 budur, 32-dir. Litrin altına əmsal veririm ki, onda 4. Bununla bu gedir 4, 2-yi 4-ə vuranda 8, x bərabər deyirəm ki, onda 4-ə, x də bərabər. 2 dəfə 8, 2 onda 8. D variantı. Davam eləyirəm 5-ci sualı. 5-ci sualı özünüz yazın da, yaxşı. Yəni 4-cü sualdandır. İndi özünüz argentum nitratı suda məhlulunu elektroz eləyin də aparın. Eyni zamanda 6-cı sualda ondandır. 5-6-yı sərbəst yazın. Nümunələr eləyirəm ki, siz o birlərini yaza biləsiniz. Natrium OH-ın suda məhlulunu elektroz eləyəndə bir də danışıram. Ümumiyyətcə həll olmayan əsaslar, həll olmayan turşu, həll olmayan duz, onlar elektroz eləmir. Yəni çöküntülər elektroz eləmir. İndi qələvlərin elektrolizi. Qələvlər ərintisi elektroliz eləyəndə metal, oksigen, su alınırdı. Əgər məhlulda elektroz eləyəndə isə hidrogen alınır, oksigen alınır və əsasın özü olduğu kimi qalır. Elə bu su isə elə bir elektroz eləyib də əsası heç nə olmayıb. Əmsallaşdırıram, bura 2, bura 2. Hazırdır. Anodda oksigen alınıb da 30 milli qaz ayrılıb. Katodda neçə milli qaz ayrılar? X milli. Milli həcmin vahididir, ona görə altına əmsal vururum ki, onda 4 yazıram. Hər ikisi milli olduğu üçün aşağıdakiləri çevirmədim də. Bunlar gedəndə x eləyir 60. Cavab C variantı. Aydındır mı? 8-ci sual. 8-ci sualda kalium KSO4 elektroz eləsin suda məhlulda. Burada alınır H2, üstə gəl O2, üstə gəl. Əgər demişəmsə ki, duzu elektroz eləyəndə, su parçalananda duza heç nə olmur. Əgər duz parçalansa, onda suya heç nə olmur. Tənli yazandan sonra əmsallaşdırırıq. Buraya 2, buraya 2. Elə bil ki, su hissə parçalanıb da. İndi katodda 15 milli, anodda neçə milli qaz ayrılıb? X milli. Millin altına əmsal veririm ki, onda 4. Əmsal veririm ki, onda 4. Bunlar gedəndə x eləyir 7, onda 5. 8-də B variantı. 9-cu sualda. Bu yenə bayaqkidir da. Kuprum SO4-ün suda məhlulunu elektroz eləyəndə mis alınır, oksigen alınır, H2SO4. Tənliyi yazandan sonra əmsallaşdıranda dedi axı, bu tənlik oksigenden başqa hamısının qabağına 2 düşür. 400 qram 20%'li kuprum SO4. Kənarda 400'ün 20%'ni tap. 400'ü 20'ye vur, 100'e böl 80. Kuprum SO4'ün üstə 80 yazırsan, bura 2 vur 160. Katodda mis alınıb da neçə qram? X 2 vur 64'də bu. 4 eləyir, x eləyir 32. Bundan buna apardım, elə bil 2 qaldı mı? Bu 2'lər də buradan getdi, 64'də 2'yə böldüm 32. 10-cu sualda. Natri xloridin. Bax, onu izah edirəm, 11 özünüz yazarsınız. Deməli, natri xloridin məhlulu deyirsə, üstünə su gəldim. H2 alınır, xlor 2 alınır. Bir də əsasın şərtlərini ödəyir də oduz. Tənliyə əmsallaşdıraq. 2 xlora görə bura 2 yazsam, 2 buraya düşür natruma görə, 4 hidrogenə görə bura 2. Hazırdır. Hazırdır hər şey. Alınmış xlor. Xloru götür, dəmirlə reaksiya apar. Ferrum xlor 3 alınır. Tənliyə əmsallaşdırıram. 5,6 qram dəmir. Qramın altında emir. 2 vur 56 yazdım. Qrama qram yaraşır da. Elektroliz zamanı neçə qram natrium OH alınıb. İndi gəlin belə eləyək. Bu hansı sualdandır, bilirsiniz mi? Birində alıb, o birisində yerinə qoyuruq. Məndən bunu istəyir. Mən onu tapa bilim deyə, gərək yuxarıdakılardan hansınsa bilim. O da burada xlordur. Niyə? Çünki hər iki tənlik arasında ortaq maddi tapalsan da. Molunu tapıram, görüm neçə moldur. 20x bərabərdir. 3, 0,15. Aparıb xlorun üstə 0,15 molun altı əmsal yazsam. Neçə qram natrium OH? X, bu da 2 vur 40. Elə bil ki, 12 eləyir də. 2-ni 0,5'ə vur. 2'ni 0,15'ə vursam, 0,3 eləyir. 40'a da vuranda x eləyir 12 qram. D variantı.
Keçirəm 11-ci suala. Yaxşı, eləyək, bu ərintidir. Kalsium xlor 2. Əvvəla onu deyim ki, oksigenli duzların ərintisinin elektrolizi mümkün deyil. Amma oksigensiz duzların ərintisinin elektrolizi mümkündür və sadəcə bunlar parçalanır. Əmsal ehtiyac yoxdur. Alınan xlor dəmirlə reaksiya aparım. Tənliyi əmsallaşdırıram. Mənə deyir 112 qram dəmir. Qramın altı demək 2 vur 56. Ortaq maddə xlordur. Gəlin görək neçə mol xlor sərf eləmişəm. Bu eləyir 3 mol. Aparıb yuxarıda yerinə qoyuram molun altı əmsal. Neçə qram kalsium? X, bu da 40. Bu da X eləyir 120. A variantı. 12-ci sual. Mis xloridin məhlulu. Elektroliz eləyirsən. Mis alınır, xlor alınır. Üstə gəl, baxın görürsünüz. Katodda mis, anodda xlor alındı. Baxdım ki, duzun özü parçalanır. Duz parçalanırsa onda suya heç nə olmur, bilirsiniz. Tənliyin əmsala ehtiyacı yoxdur. Anodda 0,56 litr qaz ayrılıb. Katodda hansı maddə və neçə qram? Katodda mis alınıb, gəlin görək neçə qram, x qram. Qrama qram yazdım, litrə də əmsal veririm ki, 14. Vergül atanda bura bir 0, bununla bir 7, burada 40 qalır. 64'ü 4'e böləndə 16, 10'a da böləndə 1,16. 1,16 qram mis C variantı. 13'də. 13'ü özünüz yazın da. 13'ü özünüz yazın. 14'ü də özünüz yazın. Elektroliz eləyib alt üstünü dolduracaqsınız da. Anodda, katodda istəyir. 15. Natrium sulfat. Natrium KSO4. Suda məhlun elektroliz eləyəndə. Katodda H2 alınır, anodda oksigen alınır. Görürsünüz, su parçalandığı üçün duza heç nə olmur. Tənliyi yazdıq, əmsallaşdırdıq. 560 litr oksigen ayrılıb. Litrin altına əmsal veririm ki, 14. Bu zaman neçə qram su parçalanıb? X qram, bu da 2/18. Vergül assam 0, bununla bu 7, 4 qalır. X də bərabərdir. 3, 6, 0, 0 böl 4. O da eləyir 900. D variantı. Aydındır mı? 16-cı sualda. Kalium xloridin suda məhlun elektrolizindən H2, xlor 2, bir də əsasın şərtlərini ödəyir da o duz. Tənliyi əmsallaşdıraq. 2 xlora görə. Hazırdır. 11,2 kilogram kalium hidroksid. 11,2 kilogram. Gəlin görək, neyəcəyik? Bizə dəqiqə. 11,2 kilogram 11,200 qram deməkdir. Çünki 1 kilogram 1000 qramdır. 2 vur 56 buraya yazıram. Ayrılan qazların ümumi həcmi. Burada 2 qaz alınır və bunun ümumi həcmini istəyir. Gəlin görək neçə litr qaz ayrılır. 1 mol budur, 1 mol budur, 1 mol da budur. Bu eləyir 2 vur 22, onda 4. Tələsməyin. Bu 112 eləyir, bu 112 getdi. X bərabərdir 44, 8, 0. Belə eləmirmi? Burada 100 qalır da, vuranda. Aha, bu litrdir ha. Bəs bunu kub metrə çevir. 1 kub metr 1000 litrdir. Bunu 1000'ə böləndə 4,48 kub metr eləyir. D variantı. On 17-ci sualda 360 qram 45%dir. Kalium NaOH nə deməkdir? Gəlin buna baxaq. 360 qram 45%, o deməkdir ki 360'ın 45%'ini tapırsan ki nə qədər kalium NaOH var. Bu neçə eləyir? Deməli uşaqlar, buradan bu eləyir 162 qram nə? Kalium NaOH duzu. 360'dan da 162'yi çıxsan, onda qalır burada 198 qram nə? Su. İndi bir şey var da, bu kalium nitratı elektroliz eləyib. Məhluldan danışır, ona görə üstünə su gəlib elektroliz eləyib. Alır H2, O2, üstə gəl, su parçalandığı üçün duz olduğu kimi qalır. İndi baxaq, tənliyi əmsallaşdırdım. İndi burada bir şey var. Biz bir diqqətlə baxın ha, yəni bax diqqətlə bura baxın. Deməli, gəlin görək 162 qram kalium NaOH-u. Bax bu neyiniyibdir? 162 qram kalium NaOH-u elektroliz eləyib də, düzdürmü? Bizə dəqiqə kalium OH, yox, belə deyim, kalium nitratı OH elektroliz elədim. Bu mənə həll olma əmsalını 1500 verir.
Həll olma əmsalını 1500 verib. Buradan suyu tapa bilərəm də. Görüm KH 1500 olanda bu nə qədər sudan istifadə edib. KH bərabərdir M həll olan böl M su. Vur 1000 döymü? KH verib 1500. Həll olan maddə 162-dir. Vur 1000. Bölək nə? M su. Görək həll olma əmsalı. Elə bil belə deyək də. 162 qram kalium nitratı həll eləmək üçün nə qədər suya ehtiyac duyub da? Bunu istəyirəm. Bunu tapmaq istəyirəm. Nə qədər suya ehtiyac duyub? Bunu tapaq. Buradan M su nə qədər eləyir? M su eləyir 108 qram su. Deməli, nə eləyibdir? 162 qram kalium nitratı həll eləmək üçün 108 qram sudan istifadə eləyib. Bəs bizdə də su 198 daha. 198-in 108-ini 162 qram kalium nitratı həll eləmək üçün istifadə eləyibsə, yerdə nə qədər su qalıb? 90 qram su qalıb, düzdürmü? İndi həmən 90 qram su ilə da kalium nitrat duzunu elektroliz eləyib. Və neçə litr hidrogen alınır? X litr. 90 qramın altına 2 vur 18, litrin də altına əmsal veririm ki, onda 4. Bununla bu gedəndə burada 5 qalır. Bu 2-lər də onsuz da gedir. 5-i də 22 onda 4-ə, belə vuranda 112. Qrafikdə o T'dir də, T, A variantı. Davam eləyirəm 18-ci sualda. Bunu özünüz yazar, elektrodlar deyə yazın. Natrium KSO4. Suda məhlun elektroliz eləyəndə H2 alınır, O2 alınır. Su parçalandığı üçün təbii ki, duzun özü qalır, görürsünüz. Aha, tənli yazandan sonra əmsallaşdırdıq. Deyir ki, anodda 4 mol qaz ayrılanda elektrodlarda cəmi neçə mol qaz alınıb? Bax, anodda neçə mol qaz alınıb? 1 mol. Elektrodlarda neçə mol qaz alınıb? 3 mol. Deməli, anodda 1 mol qaz alınanda, elektrodlarda 3 mol qaz alınır. Bəs anodda 4 mol qaz alınanda elektrodlarda neçə mol qaz alınır? 12. Cavab 12. Açıq sualdır da. 19-da. 19-u yazıram, 20-ni sərbəst yazarsınız, yaxşı. Nə deyir 19-da? Diqqətlə qulaq asın. Gümüş bir nitrat elektroliz elə deyir, eləyək. Suda məhlul deyir, gümüş alınır, oksigen alınır, bir də HNO3 alınır. Tənliyi yazdıq, indi əmsallaşdıraq. Buraya bizə dəqiqə. Bura 2 yazsam, oksigen burada 4 dənə olur, burada düz gəlmir. Gəlin belə eləyək, bunu 2 dəfə artıraq. Yox, onsa buraya 2 yazanda, bura 2 düşəcəkdi də, o heç alınmadı. Buraya 4 yazaq, buraya 4, buraya 4, buraya 2, hər şey hazırdır. Aha, qrafik kütlənin zamandan asılıqdır, diqqətdən baxın. Qrafik kütlənin zamandan asılıqdır. Özdə ki, qrafikdəkilər alınan maddələrdir. Niyə? Çünki artıblaraq. Bu 4 vur 108 eləyir. 432. Bu 32 qramdır. Bu da 4 vur 63. 252. Hası daha çox alınıb? Gümüş. Deməli bu Z gümüşdür. Y budur. X də oksigendir. Tutardı. İndi baxaq. X oksigendir, düzdür. 1 plus. Y gümüşdür, səhvdir. Z gümüşdür, düzdür. Y nitrat turşusudur, düzdür. Cavab 1, 3, 4. O birisi səhvdir də, 5 səhvdir. Digərini sərbəst yazarsınız. Ondan 21-ci sual. 21-də deyir ki, duzun suda məhlun tam elektrolizindən alınan məhsullar. Katodda yalnız metal alınıb. Katodda yalnız metal alınırsa, deməli Beketov sırasında hidrogenden sonra gələnlərdir. Misçi və gümüş platin qızılda təkcə metal alınır da, məsələn yazıram mis olsun. Məhlulda 1 mol bir əsaslı turşu alınır. Bir dənə bir əsaslı turşu deyil. H-xlor demə, məsələn. Çünki o turşu yekunda məhlulda turşu verməyəcək də. Nitrat turşusu olsun. Onda kuprumen-O3-dən 2 dəfə elektroliz eləyim. İndi bunu suda məhlul elektroliz eləyəndə mis alınır, oksigen alınır, HNO3 alınır. Tənliyi yazdıq, indi əmsallaşdıraq. 2-yə görə bura 2 yazsam, oksigenlər düz gəlmir. 2 dəfə artırsam, 2 mis, 4, bu da 2. İndi 1 mol bir əsaslı turşu, molun altında yazıram əmsal. Anodda ayrılan qazın həcmi x litr, bu da əmsal veririm ki, onda 4.
X də bərabərdir 5/6. 21-də 5/6. 22-yi sərbəst yazarsınız. 23-cü suala baxaq. 23-cü sual 17-ci sualın sadəcə cədvəl formasıdır. Bir diqqətdən özünüz də baxın. Fikir verirsinizmi? Sadəcə cədvəl formasıdır. Bax. Eynisidir ha. İndi burada nə verib? Burada 200 qram 15%dir. Natr NO3 məhlulu verib. Düzdür? 200-ün 15% özünüz yazanda 23'ü. Baxmayın buraya. Düz izah edirəm. Sonra özünüz yazın. Sonra videonu açın. Görün düz yazdınız yoxsa səhv. 200-ün 15%-ni tapıram. Bu eləyir 30 qram natr NO3. 200-dən 30 çıxanda 170 qram da sudur. 170 qram da sudur. Həll olma əmsalını 375 verib. KH bərabərdir. M həll olan bölü M su vur 1000. Gəlin görək. KH 375'dir. Gəlin görək 30 qram natr NO3'ü həll eləmək üçün neçə qram suya ehtiyac duyubdur. Bunu tapacağım. Elə. Deməli buradan bircə dəqiqə. 375 M su bərabərdir 30.000. Bunu 8'ə vuranda neçə eləyir? 80 eləyir də böləndə bunu. 3000 eləyir də 8'ə vuranda. Aha. M su bərabərdir burada 80 eləyir. Suyu tapdım 80. Amma su 170 idi. 170'in 80'ini bura xərcləyibsə 90 qram su qalıb. İndi gedək natr NO3 elektroliz ilə deyir. Və bizə bu dəfə deyir ki, minimum neçə litr oksigen qazı alınıb. Natr NO3 elektroliz eləyəndə bu dəfə diqqətli olun ha, oksigen istəyir. H2 alınır, O2 alınır, bir də duzun özü qalır da. Tənli yazandan sonra əmsallaşdırırıq. İndi burada nə olacaq? Diqqətlə baxın. Deməli 90 qram suyumuz qalıb. Gəlin görək neçə litr oksigen alınır deyir. Litrin altına əmsal vururum ki, onda 4 qrama da emir. Yəni kütlüyü yazıram. X isə buradan eləyir 50. Yox, bundan bu gedəndə 5 eləyirmi? Hədə 112 2'yə böləndə 56. Bunu buna vurursan 112, bu 2'yə də böləndə 56. Axırıncı nədir? Deməli, metal X2'dir. Bunu suda məhlulunu elektroliz elə. Katodda yalnız qaz ayrılır. Elektrolit məhlulunda 0.5 mol əsas alınır. Katodda yalnız qaz ayrılırsa, hamı bilir ki, bu hidrogen ola bilər də. Katodda çünki ayrılan tək qaz o hidrogendir. Anodda ayrılan qazda anodda da qaz alınıbsa, deməli buradakı qaz halında bir şey olacaq da. X2 alınacaq. Və məhlulda əsas alınır deyir. Metal da ekvivalentlidir deyə əsasın belə olacaq. Tənli yazandan sonra əmsallaşdıraq. Baxaq, nə edəcəyik? Bura 2, yox. Yox, suya 2 yazsam bəst elə. Hər şey düzəldi. 0.5 mol əsas və 16 əmsal. Anodda ayrılan qaz 2 litr. Bu da eləyir 11.2. Bu qədər. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.